Salam uşaqlar, axşamınız xeyir olsun. Gəlin bugün olan sınavın, yəni bugünkü OTK sınavının 26 oktyabrda olan sınavın izahına baxaq. 71 nömrəli sualda deyilir ki, 4104-ün kvadratı onluq ifadəsinin 8-lik say sistemindəki təsvirində 0 simvolunun sayının 1 simvolunun sayından nə qədər çox olduğunu müəyyən edin. 4104-ü elə iki ədədin mötərizə kvadratı şəklində yazmalıyıq ki, həmin ədədlər 2-nin qüvvətinə gələ biləs ədədlər olsun. Təqribi bilirik ki, 4104 4096-ya yaxındır. 4096 bilirik ki, 2 üstü 12-dir. 4096. Üzərinə gəlirəm 8-i. 8-də 2 üstü 3-dür. Yenidən mötərizəni bağlayıb üstünə kvadrat yazıram və A plus B-nin mötərizə kvadratı kimi bunu açmağa çalışacağım. 4096 2 üstü 12 üstünə 2 yazıram. Sanki A plus B-nin mötərizə kvadratı kimi açıram. Plus 8-in kvadratı alınır 2 üstü 3-dür özü. Üstünə də 2 yazıram. Bir də üzərinə bir də gələcəm. 2 üstü 12 vurulsun 2 üstü 3, bir də vurulsun 2. İndi bunların hər birini ayrı-ayrı götürəcəm. Yəni birinci götürəcəm 2 üstü. Burada neçədir? 24. Bərabər yazıram. 8-lik say sistemində çevirdiyimizə görə, sanki bu 2 üstü 24 qüvvəti, yəni fərqli vurğular formasında yazmağa çalışıram. Fərqli 2-nin qüvvətləri formasında parçalamağa çalışacağım. Və mötərizənin içərisinə uşaqlar əvvəlcə 2 üstü 3 yazıram. Çünki belə deyim, 8-lik say sistemində bizim bir simvolumuz 3 bitə bərabər olduğuna görə və üstünü də tamamlayıram 24-ə. 3 nəyə vursaq 24 alınır, 3-ü 8-ə vursaq 24 alınır. Bu ifadə əmsalımız 1 olduğuna görə 1 yazıram. Yanında da 8 dənə 0, 2, 3, 4, 5, 6, 7 və 8. Daha sonra keçirim ikinci ədədə. İkinci ədədimiz 2 üstü 6-dır. Bərabərdir yazıram. Yenə 2 üstü 3 qeyd eləyəcəm burada. Çünki 8-lik say sistemində bizim bir simvolumuz 3 bitdir. Üstündə 2-yə tamamlayıram. Bu nə deməkdir? Yenə əmsalımız 1-dir. Yanında da 2 dənə 0. Elə buradan birbaşa yazıram. Növbəti ədədimiz deməli 2 üstü 12, 15, buradan 6. 2 üstü 16 eləyir. Burada da yenə həmçinin 2 üstü 3 yazacağım. 8-likdə bir simvolumuz 3 bit olduğuna görə üstündə 16-ya tamamlayıram. Nə yaza bilərəm? Bura 5 yaza bilərəm. 3-ü 5-ə vururam 15. Bir də əlavədən 2 üstü 1 yazıram 16-ya tamamlamaq üçün təbii ki. Burada artıq əmsalımız 2-dir. Sıfırların sayı isə 5-dir. Yazıram 1, 2, 3, 4, 5 dənə 0, bir də qabaqda 2. Daha sonra toplayıram bunların hər birini. 0, 1, 0, 0, 2, 0, 0 və 1. Bizdən nə istəyir? Bizdən 0 simvollarının sayını istəyir. 1, 2, 3, 4, 5, 6. 6 ədəd 0 var. 1 simvolların sayısı 2 ədəddir. 2 ədəddə 1 var uşaqlar. Sayından nə qədər çox olduğunu istəyir? 4. Təbii ki 4. Ona görə doğru cavabımız olur burada. D variantı. Keçirəm növbəti suala. Deyir ki, sistemə giriş üçün 8 simvollu paroldan istifadə olunur. Yəni bu tipdə tapşırıqları təbii ki işləmişik. 1, 2, 3, 4, 5, 6, 7 və 8 simvollu parolumuz var. Hər bir parol üçün ilk 4 simvol yalnız Azərbaycan əlifbasının kiçik hərfləri. Yəni Azərbaycan əlifbasında da 32 hərfimiz var, bilirik ki. 32, bir dəqiqə və də var burada. 32 Azərbaycan əlifbasının kiçik hərfləri və onluq say sisteminin rəqəmləri, rəqəm simvolları. Onluq say sistemində də bilirik də 32 dənə hərf var, 10 dənə də rəqəm varsa, bu olacaq 42, 4-ü. 42, 42 və 42. Və bura qədər qeyd etdik. Deyir ki, 5-ci və 6-cı mövqedə olan simvolların yalnız 16-lıq say sisteminin simvolları, 7-8-ci mövqedə isə yalnız onluq və 16-lıq say sisteminin 5-ci, 6-cı mövqedə simvollar, yalnız 16-lıq say sisteminin simvolları olsun 16, vurulsun 16.
Bir də 7 və 8-ci mövqeydəki simvollar isə yalnız onluq və 16-lıq say sisteminin, deməli onluq say sisteminin aşağılar onda nə rəqəmi var və bu 16-lığın da içində var. Ona görə də elə 16 yazsam bura, elə bura 16 yazsam aşağılar, e, onluğun da rəqəmlərini götürmüş oluram. Aydın oldu? Mən bura yəni durub onluğun rəqəmləri, bir də əlavədən 16-lığın rəqəmləri deyib 26 götürə bilmərəm ha uşaqlar. Çünki yəni 16-lığın tərkibində axı bilirik axı 0-dan 9-a qədər rəqəmlər var. Yəni onluğun tərkibində olan rəqəmlər elə 16-lıqda da olduğuna görə mən bunları ayıra bilmirəm. Aydın olur. Ona görə də onluq və 16-lıq say sistemlərinin simvolları iştirak eləyir deyəndə sadəcə olaraq 16-lığı götürürəm. Çünki tərkibində onluğun da ədədləri olduğuna görə. İndi baxıram, bax buradakı ifadə 42 üstü 4 alınır. Buradakı ifadə isə 16 üstü 4 alınmış olur. Ona görə doğru cavab olur. Bu da D variantı. Növbəti suala baxaq. Yəni uzun sual olmasına baxmayaraq, əslində rahat sualdır. RGB kodlaşdırılmasında, bilirik ki, RGB kodlaşdırılmasında bir nöqtəyə düşən rəngin yaddaşı 24 bitdir. 1024 vur 2048 ölçülü qrafik təsvir, bura qədərən qrafik təsvir, bir qrafik təsvirdir. Rəng dərinliyi X olan kodlaşdırma sistemində kodlaşdırılan zaman həcmi 33 megabayt olmuşdur deyir. Deməli, nə istəyir bizdən? Rəng dərinliyi X olan kodlaşdırma sistemində kodlaşdırılan zaman həcmi 33 megabayt olmuşdur. Əvvəlcə gəlin bunun həcmini tapmağa çalışaq. 24 bit vuraram 210-a, bir də vuraram 211-ə. Alınar. Bu 24-ün özünü də parçalayıram. 203 vur 4, 8 vur 3 formasında yazaram. Bir də 210 vur 211. Bərabər olar bu 21, bu da 24. 224 vur 3 bit. Megabayta çevirsəm 223-ə bölərəm. Burada yuxarıda qalan 2, bu da olar 6 megabayt. 6 megabayt. Nə deyir? Deyir rəng dərinliyi X olan kodlaşdırma sistemində kodlaşdıran zaman həcmi 33 megabayt olmuşdur. Rəng dərinliyi X olan kodlaşdırma sistemindəki maksimal rəng çalarının sayını tapın. Təbii ki, çalarının bir sayını tapın. Yaxşı, bəs burada bunu birinci məsələni niyə verir bəs? Rəng dərinliyi deyirsə, təbii ki, dərinlik deyirsə X-in özünü götürməliyəm mən. X-in özünü. X-in özünü. Eyni qrafikdə da yenə 210 vur 211 götürərəm. Bərabərdə 33 kodlaşdıran zaman həcmi 33 megabayt olmuşdur. Mən də yazıram. Sonra x vurulsun 221 bərabərdir. 33 vur 223 megabaytı çevirdim. Təbii ki, bitə. Burada nə qalar? X bərabərdir. 33 vur 223 bölünsün 221. Burada qalar 202, 4. Bu da olacaq 3, 4, 12, 3, 4, 12, 13, 132. Rəng dərinliyi aşağılar ilə qüvvətdə duran ədəddir, yəni i-dir. i əgər 132-dirsə, i 132-dirsə, i 132-dirsə, onda bizim ümumi maksimal rəng çalarlarının sayı 132 olar. Məsələni o qədər uzun veriblər ki, əslində məsələ buradan başlayır. Buradan başlayır. Yəni, heç bu yuxarıdakı ifadə heç bizə lazım belə olmadı. Yəni, yazdım, amma yazdığım heç lazım da deyil. Sadəcə olaraq məsələ uzun görsənsin deyə belə çıxır ki, onu əlavə ediblər. Heç ehtiyac da deyil. Yəni, bu məsələnin içərisində bir sözlə n vurulsun, n verilib, i verilməyib, bir də sonda həcm verilib. Bunu bilirik, həcmi bilirik. İni tapıb daha sonra, yəni bildiyimiz məsələlər kimi n bərabərdir 2 üstü i düsturundan ini gətirib 2-in qüvvətinə qaldırırıq və sonra yəni bu qədər yəni cavabı gətirib tapmış oluruq. Bu da belə. Daha sonra
Növbəti məsələdə növbəti məsələyə deyir ki, 5 simvollu 760 müxtəlif sətrin yaradılması üçün ən az neçə simvoldan istifadə olunmalıdır? Uşaqlar, biz e, bir tip məsələ işləyirdik. Deyirdi ki, məsələn, e, svetoforun, işıqforun rənglərindən bir istifadə etməklə 80 müxtəlif vəziyyəti təyin etmək üçün e, neçə bitə ehtiyac var? Ən az neçə bitə ehtiyac var? Biz də deyirdik ki, və yaxud da belə bir məsələ var idi. Deyirdik ki, üzücülük hovuzunda tutaq ki, 7 cığır var, 7 cığır var. Nə bilim, əli tutaq ki, bu cığırlardan 5-ci cığırda üzür. Hər cığır neçə bit informasiya tutaq ki, ötürmüş olar. Biz də deyirdik ki, 7 kimi hansı qüvvətlərin arasında yerləşir? 2 üstü 2 ilə 2 üstü 3 arasında tutub 3 bit götürürdük burada. Və yaxud da 80 belə vəziyyət almaq üçün deyirsə, məsələn, svetofordursa deyirdik artıq 3-ün qüvvətlərin arasına salırıq 80-i, 3-ün qüvvətlərinin arasına salırdıq. 3 üstü 3-ün 27 alınırdı. 3 üstü 4-ün də 81. Ona görə də burada da 4 bit götürürdük. Yəni elə bilirəm ki, ümid edirəm ki, bu suallar yadımıza düşdü. Çünki qüvvətlərin arasına yerləşdirirdik, aldığımız ədədi ki, həmin ədədi minimum neçə bitdən yaratmaq olar. İndi bu məsələ həmin məsələnin bir tık fərqli formasıdır. Burada deyir ki, artıq 760 müxtəlif sətri 5 simvollu 760 müxtəlif sətrin yaradılması üçün ən az neçə simvoldan istifadə olunmalıdır. Yəni bu dəfə artıq bu e, 5 formasında yazıram n üstü 5. Burada da yazacağım n üstü 5. Burada e, belə deyim də 760-ı almaq üçün bir sözlə bu m olsun, bu n olsun. 760-ı almaq üçün minimum neçə üstü 5 760-a yaxın ədəddir və yaxud da sanki buradakı bu 3-ün əvəzinə, bu 2-nin əvəzini tapmalıyıq. Aydındır, bayaq qüvvətdə duran ədədi tapırdıq. İndi isə əsasda duran ədədi tapmalıyıq. Yəni 760 almaq üçün, məsələn, 4 üstü 5-in ay uşaqlar, 4 üstü 5-in 4 vur 4 vur 4 vur 4 vur 4 nə olar? Deməli, 5 üstü 5-in 600, 5 üstü 4-ün 625 eləyir. Lap tutaq ki, burada 5 üstü 5 olsa. Əgər burada 5 olsa, və yaxud da burada 5 olmuş olsa, 5 üstü 4-ün 625 eləyir. Bir də növbəti bir də 5-ə vursaq, lap çox böyük ədəd eləyir. Amma 4 olsa, 2 üstü 5-dir də. Bu 1024 eləyir. Yəni, ən kiçik 4-ü almaq üçün, bax, əgər burada duran ədəd 4 olmuş olsa, bir sözlə əsasda duran ədəd 4 olmuş olsa, 760-a daha yaxın ədəddir. Yəni, 4 üstü 5 daha yaxın ədəd olar, yoxsa 5 üstü 5 daha yaxın ədəd olar 760. Yəni, yaxşı fərqli formada gəlin baxaq. Tutaq ki, burada 4-ü verib, 4-ü verib. Və biz 760-ı 4-ün qüvvətlərinin arasına qeyd eləmək istəyirik. Bütün orada da 5 alınmış olacaq. Çünki sanki deyir ki, 4 fərqli vəziyyət var. Tutaq ki, 760 müxtəlif sətri yaratmaq üçün ən az neçə simvoldan istifadə oluna bilər. Onda da yazasıyıq ki, 760-ı 4 üstü 4 ilə 4 üstü 5-in arasında yazmış olasıyıq. 4 üstü 4-ün 2 üstü 8, 256 eləyir. 4 üstü 5-in də 1024 eləyir, aşağılar. Ümid edirəm ki, fikrimi izah edə bildim. Ona görə burada olacaq, əsasda 4-ü götürməliyik. Əsasda 4-ü. Və yaxud da, yaxşı gəlin, indi 3-ə baxaq. 3-ə baxaq. 3 üstü, aşağılar, görün 3 üstü 5-dən nə almaq olur? 3 üstü 4-ün 81 eləyir, 3 üstü 5-in də 243 eləyir. Bax, görürsünüz, 3 üstü 5-dən 760-a yaxın heç ədəd belə almaq olmur. Amma 4 üstü 5-dən 760-a yaxın ədəd almaq olur. Ona görə burada götürülür G variantı.
Daha sonra uşaqlar belə bir sual var. Elçin, Aylin, Atabəy, Cəmil dostdurlar. Onlar deyib Bakı, Sumqayıt, Gəncə və Füzuli şəhərlərində işləyirlər. Onlardan ikisi iqtisadçı, biri həkim, digəri isə müəllimdir. Gəlin bunu, bu qəbul tipli qəfəs sualdır. Kökənli qəbula da yəni eyni bu tipli sual düşmüşdü. Baxaq. Deməli yazıram bura. Elçin, Aylin, Atabəy, Cəmil, deyir bunlar dostdurlar. Buradan yazacağım. Bakı, Sumqayıt, daha sonra Gəncə, Füzuli şəhərlərində də işləyirlər. Onlardan ikisi iqtisadçıdır. İkisi iqtisadçıdır. Biri həkimdir, digəri isə müəllimdir. Bax, belə bu şəkildə cədvəlimizi qururuq. Aha, indi deyir ki, Gəncə şəhərində çalışan şəxs iqtisadçı deyil. Gəncə şəhərində çalışan şəxs iqtisadçı deyil. Gəlin bunları fərqli rəmzlə. Bax, Gəncə şəhərində çalışan şəxs iqtisadçı deyil. Sonra deyir ki, müəllim, müəllim nə Sumqayıt, nə də Gəncə şəhərində işləyir. Bax, müəllim kimdirsə, müəllim kimdirsə, e, müəllim olan kimdirsə, nə Sumqayıtda yaşamır, nə Sumqayıtda yaşamır, nə də Gəncədə. Bax, bu Gəncədə yaşayan kimdirsə, iqtisadçı da deyil, müəllim də deyil. Gəncədə yaşayan ha, uşaqlar, Gəncədə yaşayan. Əgər iqtisadçı deyilsə, müəllim deyilsə, onda həkimdir. Gəncədə yaşayan olur həkim. Sonra deyir ki, e, Cəmil Bakıda, Elçin isə Gəncədə işləmir. Cəmil Bakıda işləmir uşaqlar. Cəmil Bakıda işləmir. Elçin də Gəncədə işləmir. Elçin Gəncədə işləmirsə, uşaqlar, Elçin Gəncədə işləmirsə, deməli Elçin Gəncədə işləmirsə, deməli Elçin e, bax Gəncədə yaşayan nə deyirdi? Gəncə şəhərində çalışan iqtisadçı deyil. Gəncə şəhərində çalışan həkimdir. Belə çıxır ki, Elçin həkim deyil. Elçin həkim yox. Elçin Gəncə şəhərində əgər e, Elçin Gəncə şəhərində işləmirsə, deməli həkim deyil. Bəli, həkim deyil. Daha sonra e, Elçin və Atabəy iqtisadçı deyillər. Elçini bildik daha ki, bəs e, iqtisadçı deyil. İqtisadçı deyil. Daha sonra Atabəy də iqtisadçı deyil. Atabəy də iqtisadçı deyil uşaqlar. Və burada bir dənə Elçin ixtisas qalır, o da müəllimlik. Görürsünüz, Elçin əgər iqtisadçı deyilsə, Gəncədə yaşamadığına görə həkim də deyilsə, onda deməli Elçin müəllimdir. Elçin müəllimdirsə, digər heç bir şəxs müəllim deyil. Və burada Atabəy. Atabəy əgər iqtisadçı deyilsə, müəllim olan da Elçindirsə, onda deməli Atabəy həkimdir uşaqlar. Atabəy həkimdir. Və Atabəy həkimdirsə, bax həkim olan da Gəncədə yaşayır. Deməli Atabəy harda yaşayır? Bax Gəncədə yaşayır. Gəncədə yaşayan Atabəydir deyə digər hər birinə belə bu şəkildə minuslar qoyuram ki, mən boş xanaları görə bilim yəni. Ona görə belə bu şəkildə digərlərinin qarşısına xətt çəkirik. Sonra deyir ki, Füzulidə işləyən şəxs iqtisadçı deyil. Füzulidə işləyən şəxs də uşaqlar iqtisadçı deyil deyir. Onda belə bir Füzulidə işləyən şəxs kimsə o da iqtisadçı deyil. İndi bizə nə qaldı burada? Cəmil Bakıda yaşamırsa əgər, deməli Gəncədə yaşayan oldu Atabəy və həkimdir. Sonra Elçin müəllimdir və uşaqlar. Gəncədə yaşayan
iqtisadçı deyilsə, Sumqayıtda yaşayan da müəllim nə Sumqayıt, nə də Gəncə şəhərində. Müəllim nə Sumqayıt, nə də Gəncə şəhərində işləyir. Müəllim olan Elçindir və Elçin Ayşəqlar. E, nə Gəncə şəhərində yaşamır, nə də nə də nə də Sumqayıtda. E, deməli, Elçin ya Bakıda işləyir, ya Bakıda işləyir Elçin, ya da Füzulidə işləyir, ya da Füzulidə işləyir, ya da Füzulidə işləyir. Bir dəqiqə, Füzulidə işləyən şəxs iqtisadçı deyil. Gəncə əgər həkimdirsə, Gəncədə yaşayan həkimdir, bunu bildik. Sonra biz nəyəm? Müəllim olan Füzuli, Bakı, Füzuli, Bakı, bunlar qalsın burada. Deməli, müəllim olan Elçindirsə, həkim olan Atabəydirsə, onda Aylinlə Cəmil iqtisadçıdır. Aylinlə Cəmil iqtisadçıdır. Əgər Aylinlə Cəmil iqtisadçıdırsa, ona nə deyirlər? Füzulidə işləyən şəxs deyil, iqtisadçı deyil. Deməli, Aylin Füzulidə yaşamır. Cəmil də Füzulidə yaşamır. Cəmil də Füzulidə yaşamır. Bax, 3 dənə minus Elçinə qalır plus. Deməli, Elçin Füzulidə yaşayır. Elçin Füzulidə yaşayırsa, digər rayonlarda yaşamır. Və burada deməli, və buradan nə bizə çıxır? Elçin Füzulidə yaşayır, Atabəy Gəncədə. Sonra Cəmil, bax burada da yenə bir dənə boş xana qalıb. Cəmil yaşayır Sumqayıtda. Yenə bura minus qoysaq, Aylin də yaşayacaq Bakıda. Deməli, nə istəyir? Elçin və Cəmilin. Elçin yaşayır Füzulidə, müəllimdir. Cəmil isə uşaqlar Sumqayıtda yaşayır, iqtisadçıdır. Ona görə doğru cavab olacaq. B variantı. Bəli, bu olur belə. Daha sonra növbəti suala baxaq gəlin. Bu olacaq B variantı. E, növbəti sualda nə deyilir? Fərdi kompüterun növlərinə deyir, aid deyil uşaqlar. Fərdi kompüterun aid olmayanı soruşur. Bax, masaüstü fərdi kompüterun növüdür. Notebook fərdi kompüterun növüdür. Planşet fərdi kompüterun növüdür. Olmayanlar matrisli, lazerli. Bunların hər ikisi printerin növləridir uşaqlar. 2, 3, bir də sensorlu ekran 6. Bax, bunların hər biri fərdi kompüterlərin növlərinə aid deyil. Avtomatik qurğu Unicode əlifbasında kodlaşdırılmış mətnin 1024 simvollu əlifbaya keçirən zaman. Bax, əvvəlcə uşaqlar Unicode-da kodlaşdırılır. Unicode-da bizim bir simvolumuz 16 bit edir. 16 bit. 1024 simvollu əlifbada isə bizim bir simvolumuz 10 bit yer tutur. Deyir, onun deyir həcmi 3 vur 212 bayt azalmışdır. Deməli, burada olanda bunun həcmi haş olub. Daha sonra bu həcm 3 vurulsun 2 üstü 12 bayt azalıb. Bayt azalıb. Həmin mətn, indi bura qədərən də buradan sonra hələ ki oxumuram. Buradakı haşı tapmağa çalışacağım. Deməli, tənasübü qururam. 10 haş. Tənasübün bilirik də kənar hədləri orta hədlərin hasilinə bərabərdir. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Bərabərdir. 16 haş çıxılsın. 3 vurulsun 2 üstü 12 vur 2 üstü 4. 16'nın 2 üstü 4 kimi yazdım. 16 bu tərəfə keçirilir. 6 haş qalır. Bərabərdir. 3 vurulsun 2 üstü 16. Haş da bərabərdir. 3 vur 2 üstü 16 bölünsün 6. 6 ilə 3 ixtisar edir. Burada 2 qalır. Burada da olacaq 2 üstü 15 byte. Aşağı 2 üstü 15 byte. İndi birinci həcmi tapdıq. Deyir ki, həmin mətin 32 simvollu əlifba ilə kodlaşdırılarsa, onun informasiya həcmini baytlarına hesablayır. Təbii ki, biz burada i biti bilirik, həcmi bilirik, amma simvolun sayını bilmirik. Düsturumuz var idi, axı simvol vurulsun i bit bərabərdir həcm. Deməli, burada simvolu tapmaq üçün ixtiyari belə deyim, verilənlərdən istifadə edə bilərik. Ya bundan istifadə edə bilərəm, ya da bundan. Məsələn, götürürəm 16 biti. Bax ki, Unicode-da kodlaşdırmışıq. 16 bit
Bərabərdir həcmdə tapılır. 3 üstü 15 byte uşaqlar. Bərabərliyin sağ tərəfi bytedır, sol tərəfi bitdir. Ona görə də çevirirəm bitə. Simvol sayı bərabər olur. 2 üstü 18 bölünsün 2 üstü 4-ə. Yerdə qalacaq 2 üstü 14 simvol. Uşaqlar. Nə deyir burada? 32 bəli, simvol sayını tapdıq 2 üstü 14. İndi bizdən həmin mətni, yəni bu 214 simvolu 32 simvollu əlifba ilə kodlaşdırmamızı istəyir. Bu səfər də bu simvol sayını vuracağam mən 32 simvollu əlifbanın bir simvolunun həcminə, yəni 5 bitə uşaqlar. Sanki 3 dənə məsələni birləşdiriblər. Üçündə də eyni düsturdur. Ondan tapdığımız, tutaq ki, sürət məsələləri var idi. Tutaq ki, birinin yolu verilib, sürəti verilib, zamanı tapırıq. Sonra bundan tapdığımız zamanı aparıb o bir düsturdakı sürətə vururuq, yolu tapırıq. Yəni, eyni bu tipli məsələlərdir. Üç məsələni birləşdirib yazdılar. Əslində, çətin məsələ deyil. Sadəcə olaraq diqqət tələb edir. 214 vur 5, bit. Cavabı məndən byte-dən istədiyinə görə bunu 2 üstü 3'e bölərəm. Bu da alınar. 2 üstü 11 vurulsun 5. Ona görə doğru cavab olacaq. Və burada D variantı uşaqlar. Daha sonra deyir ki, printer kağız üzərində olan informasiyanı kompütera daxil edən xeyr, printer çıxış qurğusudur, xaric edir. Monitorun üfüqi və şaquli nöqtələrinin sayı onun çözümlüyünü müəyyən edir. Bəli, onun çözümlüyünü müəyyən edir, doğrudur. Matrisli printerlərin sürəti 1 saniyədə çap olunan simvolların sayı ölçülür, düzdür. Monitordakı piksellərin sayı nə qədər çox olsa, görüntü o qədər xeyr, keyfiyyətsiz yox, əksinə keyfiyyətli olur. Klaviaturada backspace klavişi kursordan soldakı xeyir, sağdakı simvolları. Yox. Bəli. Delete kursordan sağdakı simvolları silir. Backspace isə kursordan soldakı simvolları silir. Ona görə də cavabı doğru götürürük. Doğru cavab olur D variantı. Sonra tam dolu diskdə 2 ədəd dəfələrlə işləmişik. Yəni bu tipdə məsələlər sanki aşağılar belə bir tipli məsələlər var. 5 kilobayt, 6 megabayt çıxılsın, nə bilim 800 bit. Bu tipdə məsələlərin yazılış forması sadəcə olaraq. Yəni bunu içərisindən rəqəmləri seçib bu şəklə gətirərək hesablama aparmalısınız. Yoxsa elə də qeyri-adi bir məsələ deyil, yəni. Tam dolu diskdən 2 ədəd aşağılar 3 megabaytlıq, yəni 6 megabaytlıq şəkil faylı silinib. 5 ədəd 4 megabaytlıq, yəni 20 megabaytlıq video faylı silinib. 3 ədədi isə eyni ölçülü mətn faylı silinib, amma bilinmir nə qədərindir. Bunlar silindikdən sonra 2 ədəd 4 megabaytlıq qrafik fayl yazılır və diskdə deyir 33 megabayt boş yer qalır. Uşaqlar, bax, dolu, belə deyim də, bizim bunları toplayıb, bunların üçünü toplayıb, bu 2 ədəd 4 megabaytlıq, sanki bu adi bir dolu flash kart kimi, dolu disk kimi götürün. Bura qədər deyir, silindi. Dolu deyirsə əgər, bura qədərən də bu qədər informasiya silinibsə, deməli, həmin bu hissə boşdur. Silinən qədərən boşdur. Bax, bu demir ki, bu qədər silinmişik. Dolu idi axı. Silinən qədərən yer deməli boş imiş. Və bu silinən qədərən yerin üzərinə yenidən 2 ədəd 4 megabaytlıq qrafik fayl yazılıb. Sanki o da bura qədərən yeri tutur. Yenidən bu hissə boşdur. Bura boşdur. İndi gəlin baxaq, bax. Mən deməli bunların üçünü toplasam 6 megabayt üzərinə gəlirəm 20 megabayt. Bir də 3x-i gəlmiş olsam, daha sonra çıxsam 2 vur 4-ü, yəni 8 megabayt qrafik faylını, yerdə qalar 33 megabayt. Bir mətn faylının informasiya həcmini megabaytla müəyyən eləyin. 6, 20, 26, 26-dan 8 çıxıram 18, 3x plus 18 megabayt, bərabərdir 33 megabayt. 3x bərabərdir 5, 15 megabayt.
X də bərabər olacaq 5 megabayt da uşaqlar. Mənə nə istəyir? Bir mətn faylının informasiya həcmi olacaq 5. Bəli. Burada bir e, yazsa ki, bir mətn faylının yox. Ümumiyyətlə, bütöv mətn faylının həcmi nə qədərdir? 5-i 2-yə vurub, onu almış olardıq. Biri soruşduğuma görə elə biri götürdük. Növbəti sualda deyir ki, Pərvanə, e, raster redaktorunda bir saniyə, mən bunu buradan kəsək. Pərvanə raster qrafik redaktorundan istifadə edərək 9 megabayt həcmə malik qrafik təsvirin palitrasındakı rəng çalarlarının sayını 256 dəfə azaldır. Bu zaman qrafik təsvirin informasiya həcmi 6 megabayt azalır. Deməli, əvvəlki rəng çalarımız bilmirik nə qədərdir, i nə qədərdir bilmirik. Amma həcmi 9 megabaytdır. Bax, bu e, en vurulsun i-dəki əvvəlki i-ni bilmirik. Amma həcmini bilirik ki, həcmi 9 megabaytdır uşaqlar. Rəng çaları 256 dəfə azalıb. Axı rəng çalarını biz bilmirik. Bu i hardan gəlib ümumiyyətlə? Və buradakı i hardan gəlib? Axı biz n bərabərdir 2 üstü i deyirdik düsturumuza, düzdür? Məsələyə gətirib i-ni qoyurduq, amma ümumi rəngçalarımız n idi. İndi bu ümumi rəngçalarını, baxın bunu 256 dəfə azaldıblar. Bax, mən də bunu 256 dəfə azaldıram. Demir ki, bütöv rəngçalarını azalt. Mən azaltdım. İndi bunu 2 üstü i, 256-nı da 2 üstü 8 formasında yazıram. 2 üstü qüvvət üstləri bölmədə çıxılmış olur. i minus 8. Deməli, uşaqlar, əvvəlki rəngçalarımız i idi. Sonraki rəngçalarımız olacaq i minus 8. Bax, yenə eyni şəkildə düsturu yazıram. Vurulsun i minus 8 bərabərdir. Bu zaman qrafik təsvirin deyir informasiya həcmi 6 megabayt azalar. Əvvəl 9 idi, indi 6 megabayt azaldı, oldu 3 megabayt. Mənə deyir ki, çevrilmə zamanı piksellərinin sayının dəyişmədiyini nəzərə alaraq, ilkin təsvirin rənglər palitrasındakı ən çox neçə rəng çalarının olduğunu müəyyən edin. Bunları silirəm. Bir zaten eynidir. i-yə əgər 9 megabaytsa, i minus 8-ə də olacaq 3 megabayt. Tənasüb qururam. 3i bərabərdir 9i çıxılsın 72. 6i bərabərdir 72. i də bərabər olacaq. 6, 7, 1, 12-də də 6, 2 dəfə 12. i olacaq 12 bit bir sözlə. Əgər i 12-dirsə, uşaqlar, rəngçaları nə qədər olar? Yəni, düsturda gətirib yerinə qoyuram. i 12-dirsə, n olacaq 2 üstü 12. Və salam bizdən də soruşur, ilkin təsvirin rənglər palitrasındakı ən çox neçə rəng çalarının olduğunu. Ona görə doğru cavab olacaq burada D variantı uşaqlar. Növbəti sualda deyir, xidməti klavişlərə aid olanı müəyyən edin. Xidməti klavişlərə aid olanı gəlin müəyyənləşdirək. F3 funksional düymədir. Alt xidməti düymədir. F1 funksional escape xidməti klaviş. Home kursoru idarə edir. Insert isə yenə xidməti klavişlərə aiddir. Ona görə olacaq 2, 3, 6 doğru cavab olacaq C variantı. Burada deyir, müəyyən kodlaşdırma sistemində hər bir simvol 16 bit yer tutur. Bu sistem ilə kodlaşdırılmış informasiya 4 səhifədən ibarətdir. Hər səhifədəki informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiyanın həcmindən 3 dəfə azdır. Məlumatın ümumi həcmi 6400 bayt. Deyir ki, müəyyən kodlaşdırma sistemində hər bir simvol 16 bit. Bu səfər i-ni verib özü. i özü 16 bitdir. Hər bir simvol deyir axı. Bu sistem ilə kodlaşdırılmış informasiya 4 səhifədən. Səhifə sayını 4 səhifə verir. 4 səhifə, 4 səhifə. Hər səhifədəki informasiya, bax 4 dənə səhifə çəkirəm, 4 dənə səhifə. Hər səhifədəki informasiyanın həcmi
özündən sonra gələn səhifədəki informasiyanın həcmindən 3 dəfə azdır. Ən sonuncu səhifədə 81 simvol, 27, daha sonra 27, 3, 9, 9'u da 3'e, bu da eləyəcək 3. Yaxud da əslində çox yazdıq, böyük yazdıq. Bir dəqiqə. Bunu yazsaq əgər ən sonuncu səhifəni 27, buranı 9 yazsaq, bunu 3 yazsaq, bunu da 1 yazsaq. Bax, hər səhifədəki informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiyanın həcmindən 3 dəfə azdır. Həqiqətən də bu bundan 3 dəfə azdır. Bu bundan 3 dəfə azdır. Bu da bundan 3 dəfə azdır. 1 3-dən 3 dəfə azdır. 3 9-dan 3 dəfə azdır. 9 isə 27-dən 3 dəfə azdır. Deyir ki, 3 dəfə azdır. Məlumatın ümumi həcmi 6400. Nəysə, yəni səhifədəki simvolların sayını götürürəm. Biri 200, o birisi 3 200, digəri 9 200, biri isə 27 200. Ümumi olacaq səhifədəki simvolların sayı olacaq 4 200, 13 200, 13 ilə 27, 40x etmiş olur. Bu 42 səhifəmiz və səhifədəki belə deyim, e, simvollarımızın sayı. 42 simvol saydı səhifələrlə bir yerdə. Hər bir simvolumuzun da həcm 16 bitdir. Vuraram 16 bitə, yəni 2 üstü 4 bitə. Bərabərdir həcmimi taparam. Ümumi həcmim 6400 bak eləyir ay uşaqlar. Bərabərliyin sol tərəfi bitdi deyə sağı da bitə çevirərəm. Yəni 8-ə vuraram. Buradan nəticə nə olar? 42 bərabərdir. 64-ü yazaram. Üstü 6 vur. 2 üstü 3 vur. 100. Bölərəm 2 üstü 4 vurulsun 40-a. Sıfırlar gedər. 2 üstü 4 ilə 2 üstü 2 burada 2 qalar. Burada yuxarıda 2 üstü 5. Bu da aşağılar 2 üstü 5 ilə 2 üstü 2, 2 üstü 3 qalar. 8, bu da 80 deyə düşünürəm. Bəli, x bərabər olacaq aşağılar. Mən nə tapıram? Bəli, 80. X olacaq 80. Hansı ki söhbət buradan gedir. Bu 80-dırsa, 80-ı 3-ə, bu 240-dır. Sonra 80-ı 9-a, bu 720-dir. Sonra 80-ı 27-yə, 8, 7, 56, 8, 2, 16, 21, 2150. Məndən istəyir 3-cü səhifədə, 1-ci və 3-cü 80, bir də 720 aşağılar. Ona görə olacaq doğru cavab B variantı. Yəni əslində belə səhər suallara mən də baxdığım zaman, yəni suallar belə çox uzun, həqiqətən çox belə çətinmiş kimi görsənirdi. Amma işlədikcə görürəm ki, əslində çətin heç bir şey yoxdur. E, Sadəcə olaraq mövzularımız, ilk mövzularımızda hesablamalar çoxdur deyə, yəni hesablamalar çoxdur deyə yəqin ki, yorulmusunuz, amma məsələlərin heç biri çətin suallar deyil. Daha sonra növbəti sualda yaşayış məntəqələri arasında əlaqəni göstərən qraf və cədvəl verilmişdir. Cədvəldəki nömrələmə, qrafda adlandırma ilə üst-üstə düşmür. A və C şəhərlərinə uyğun gələn nömrələri müəyyən edin. Gəlin suala baxaq uşaqlar. Deməli, yenə burada bax, göstərmir ki, hansı təpə hara uyğundur. Bu, belə deyim, qraf ilə getmək istəyirəm. A-nın qonşularının sayı A, B ilə qonşudur və C ilə. B-nin qonşuları aşağılar A, C, C, Y və D-dir. A, B hər hamı ilə qonşudur. C-nin qonşuları olacaq D və B. Y-nin qonşuları olacaq D və B aşağılar. Y-nin qonşuları D və B. Daha sonra nə qaldı? C-nin qonşuları isə A ilə B-də aşağılar. Bəli, 5 dənə təpənin 5-ini də qeyd elədik və C ilə Y-nin qonşuları eynidir aşağılar. Bir dənə qonşusu çox olan var. Bu qonşusu çox olan, gəlin buradan 5 dənə qonşusu olanı tapıram. 1, 2, 3, 4, 5. Elə bu 4 olacaq B. Elə bu 4 olacaq B aşağılar. Bunu tapdıq. Daha sonra
Mən nəyə baxmalıyam? Sonra eyni qonşuları olanlara baxaq. Eyni qonşular. Hər ikisinin də iki qonşusu var və qonşuları eynidir. Hər ikisinin də iki qonşusu var və hər ikisinin də qonşuları eynidir. Bunlar hansılardır? Bu deyil, bax bu. Baxın, ay uşaqlar, görürsünüz. Bu 6 ilə 1, ikisi də uşaqlar 2 ilə 4 ilə qonşudurlar. Deməli, bunlardan biri 1-dir, biri isə 6-dır. Biri 1-dir, biri isə 6-dır. Amma hansı 1-də, hansı 6-dır bilmirik hələ ki. Sonra bir də nəyi qeyd edə bilərik? Digərləri isə A və C-dir. C-dir daha doğrusu. Deməli, burada hamısı, hamısı uşaqlar B ilə qonşudur. Hamısı B ilə qonşudursa, hamısı B ilə qonşudursa, B ilə qonşu olmayan yoxdur. Amma hamısı B ilə qonşudur. Hamısının B qonşusu var. Hamısının B qonşusu var. Amma uşaqlar hamısında var. Bax, bir də B ilə qonşudur. 2 də B ilə qonşudur. B ilə qonşu olmayan yoxdur demək olar ki. Bir dənə nəyi tapmaq olar? Bir dənə nəyi tapmaq olar? Əgər B-ni tapmışıqsa, deməli bu 2D hərfidir uşaqlar. 2D-dir, baxın. Görürsünüz, 1 D ilə B ilə qonşudur, 6 da D ilə B ilə qonşudur. Heç mən burada D-ni yazmamışam, qoyum deyirəm. Bu D-ni də gəlin qeyd edək. D-nin qonşuları olsun C, B, Y. Hə, üçlü qonşu olanımız da var imiş, işimiz asanlaşır. Üçlü qonşusu olan kimdir? Baxaq görək. Üçlü qonşusu olan, baxın, Çibəl. 2-ni D tapdıq burada. 2-ni D tapmışıq. Daha sonra, deməli, qalır geriyə nə? Qalır geriyə. Biri C'ni, Y'ni tapmışıq, B'ni tapmışıq, D'ni də tapmışıq, D'ni də tapmışıq. Hər ikisinin B qonşusu var. Hər ikisinin D ilə qonşu olanlardan B-ni bilirik. C ya 1-6-dır. Y də bir dənə uşaqlar Y ilə qonşudur. Yalnız Y ilə qonşu olan bir beşli olandır. Beşli olan. Bir də uşaqlar Y ilə qonşu olan. Bir də deməli Y ilə qonşu olan bir də burada nə gəlir? Y ilə nə gəlir? Deməli burada C'ni nə tapdıq? C'nin 2 dənə qonşusu var. Biz bir B-ni bilirik. A-nı bilmirik. Əgər bunlar interval kimidir də, bax, bilək dövrə kimidir. A-nın qonşusu, əgər C-nin qonşusu A, B-dirsə, A-nın qonşusu da B-C-dir. İndi bir dənə baxmaq istəyirəm. Əgər burada ikililərdən qalıb 3 ilə 5. 3-ün qonşusu uşaqlar, əslində niyə uzağa gedirik ki? İkililərdən tapmışam C ilə Y-ni. İkililərdən digərləri də qalır A ilə C. Uşaqlar, geriyə qalan 2 dənə rəqəmimiz var bizim. 3 ilə 5-dir. Yəni bunlardan biri ya A3-dür, ya da belə deyim, C3-dür, ya A5-dir, ya da C5-dir. Yəni əslində geriyə başqa heç bir variant qalmır. Dənə belə hansı-hansıdır baxmağa heç ehtiyac da yoxdur. İkili olanlardan
C və Y 1-6-dırsa, ikili olanlardan qalanlar da A və C'dir. Bəli. Ona görə ya üçüncüsü ya A'dır, ya C hərfidir. Bu da ya C'dir, ya da A hərfidir. Ona görə doğru cavab olacaq C variantı. Daha sonra uşaqlar 73, 74-ə baxaq. İkilik say sistemindəki cəmin nə deyir orada? Doğru olması üçün boş xanaları yazacaq simvolları müəyyən edin. Burada da yenə bax, gəlin toplama əməliyyatını yerinə yetirək. 1 ilə 1-i toplayanda alınacaq 2, ikilik say sistemində 2 olmadığına görə 2 əsas çıxırıq, 0 qalır, amma yadda 1 qalır. Deməli, yadda 1 qalır. 1-in üzərinə 1 gəlirəm 2, bir də yadda 3. İkilik say sistemində 2 yoxdur deyil. 2 əsas çıxıram, 1 yazıram, 1 yenə yadımda. Sonra 1 ilə 0-ı toplayıram 1, yadda qalan 1-i yazıram 2. 2 ikilik say sistemində olmadığına görə 2 əsas çıxıram, 0 yazıram. Aşağılar 1 yadımda. Burada 0-ın üzərinə e, gəlməliyəm 1-i. Aşağılar. 0-ın üstünə 1 gəlirəm, 1 eləyir. Yadda qalan 1-i də üzərinə gəlirəm, alınır 2. İkilik say sistemində yenə 2 olmadığına görə 2-dən 2 əsas çıxıram. 0 yazılır. Yenə 1 yadımda. Növbəti burada. Yenə 1-in üzərinə burada 0 olmalıdır. 1-in üstünə 0 gəlirəm, alınır 1. Yadda qalan 1-i də gəlirəm üzərinə 2. İkilik say sistemində 2 yoxdur deyə 2 əsas çıxıram, 0 qalır. Yenə 1 yadımda. Burada yenə həmçinin 0 olacaq. Burada 1 olacaq. Eyni ardıcıllıqdır. Burada da 1-in üzərinə 1 gəlirəm. 2, yadda qalan 1 üstünə gəlirəm. 3, ikilik say sistemi 3 olmadığına görə 2 əsası çıxıram. 1 yazılır, 1 yazılıb. Yadda qalan 1-i də gətirirəm önəm. Deməli, bizim ədədlərimiz oldu. 1, 0, 0, 1. Deyir ki, həmin simvolların ardıcıllığının əmələ gətirdiyi ikilik ədədi 16-lıq say sistemində ifadə edin. 16-lıq say sistemində 4 4 ayrı olduğuna görə elə bütöv formada götürürəm. Üstünə yazıram 1, 2, 4 və 8. Hansının altında 1 varsa toplayıram. 8 ilə 1 toplayıram. Aşağılar 100 alınır. Sonra yenə eyni tipli suallardandır. Birinci işlədiyimiz sual oxşuyur. Onluq say sistemində verilmiş 516-nın kvadratını 516-nı elə 2 ədədin cəmi formasında yazmalıyıq ki, hər iki ədəd 2-nin qüvvətinə gələ biləs ədəd olsun. Yaza bilərəm 9, 512 plus 4 mötərizə kvadratı kimi yazıram. 512 209 A plus B-ni mötərizə kvadratı kimi açıram. 209-un kvadratı plus 2 üstü 9 vur 2 üstü 2 vurulsun 2. Bir də 2 üstü 2-nin kvadratı. Bir-bir ədədləri götürürəm. 2 üstü 18 bərabərdir. Bu səfər 16-lıq say sistemini ifadə eləməyimizi istəyir. 16-lıq say sistemində bizim bir simvolumuz 4 bit olduğuna görə qüvvət üstünü 4 olaraq qeyd edirəm və 18-ə tamamlayıram. 4-ün üzərinə 4 yazsam, 2 üstü 4 üstü 4, 16 eləyir. Bir də əlavədən 2 üstü 2 yazmalıyam. Bu olacaq 4, yanında 4 dənə 0. 4 yanında 4 dənə 0. Növbəti, bax bunu qeyd edəcəm. 2 üstü 9, 2, 11, bu da 12. 2 üstü 12 bərabərdir. 2 üstü 4. Qüvvət üstünü 12-yə tamamlayıram, yazıram 3. Əmsalı 1 olduğuna görə 1, yanında da 3 dənə 0-ı qeyd edəcəm. Bu şəkildə. Bir də 2 üstü 4, ancaqlar elə 2-nin kvadratı elə 4, 2 üstü 4-ün belə deyim, olduğu kimi yazırıq. Üstünə 1 yazıram. Bu 1 yanında bir dənə 0 deməkdir. 1 yanında bir dənə 0. 0, 1, 0, 1, 4. Məndən nə istəyir? Məndən belə ifadə eləməyimi istəyir. Doğru cavab olacaq. Bax, C variantı aşağıda. Daha sonra baxıram bura. Qraf qonşuluq matrisindəki sıfırların sayını birlərin sayından neçə vahid çox olduğunu deyir tapın. Burada deməli sıfırların sayını istəyir. 1, 2, 3, 4, 5, 6, 36 yuva var. 36 xana var, aşağılar yuva. 36 xana var və
Hər təpə, bunun iki qonşusu var. Bunun iki qonşusu var. A'nın iki qonşusu var. B'nin bir, 2, 3. D'nin üç qonşusu var. C'nin iki qonşusu var. D'nin aşağılar iki qonşusu var. Y'nin qonşularının sayı bir, 2, 3, 4'tür. E, D, Y, F. F'in qonşularının sayı aşağılar 2'dir. Elə bilirəm ki, bütün təpələri yazdım. Bəli. Bax, bu qonşular birlərin sayıdır. 2, 3, 5, 5 ilə 2, 7, 7, 2, 9, 9 ilə 4'ün 13, 13 ilə də 2'nin alınır 15. 15 dənə birimiz var. 15 birimiz var. 36'dan çıxıram 15'i. 1, 21 dənə də sıfırımız var. 21 ədəddə sıfırımız var. Mənə nə deyir? Sıfırların sayının birlərin sayından neçə vahid deyir çox olduğunu. 21 sıfır, 15 dənə də 1 varsa nə olur? Nə düz yazmadı? Sıfırların sayı birlərin A'nın qonşuları aşağılar 2 değil. 1, 2, 3'tür. A'nın qonşuları 3'tür. Bu da olacaq 16. 16, 0, 20. Bəli, 20 dənə sıfırımız var. 16 dənə də birimiz var. Çıxsaq 4 dənə fərq eləyir. Doğru cavab olacaq C variantı. Daha sonra qrafda dövrələrin deyir sayını müəyyən edin. Dövrə dediyimiz bir nöqtədən çıxıb təzədən özünə qaydırsa, bu dövrə adlanır. Yəni A, F, Y, A dövrəsi. Daha sonra A, F, Y, D, C, B, A dövrəsi. Sonra A, Y, B, A dövrəsi. Daha sonra B, Y, D, C, B dövrəsi. Sonra A, F, Y, B, A. Buradan sonra A, Y, A, Y, B, C, B, A dövrəsi. 1, 2, 3, 4, 5, 6. Daha sonra aşağılar başqa nəyi götürə bilərəm? Y, B, Y, B, Y, B, Y, D, C, B. B, Y, D, C, B götürmüşük dövrələrin sayını. Başqa gözüm görmür. Tövr dövrəni yazdıq mı? A, F, D, bu C olmalıdır. A, F, Y, D, C, B, A. Bir digər buranı yazdıq. A, Y, B, A. Burada qeyd olundu. Burada. Sonra burada həmçinin A, Y, A, Y. Bəli. Bura bütöv formada. Bir də bura bütöv formada yazdıq. Yəni başqa bilmirəm. Bircə saniyə aşıqlar. 77. 77. Bəli, elə 1, 2, 3, 4, 5, 6 ədəddir. Bəli. Ona görə doğru cavab olacaq 6. Sonra 2056 onluq ifadəsinin eyni tipli 75 tipli sualdır. Eynidir. 2056'nın kvadratı onluq ifadəsinin 8'lik say sistemində təsvirində olan sıfırların sayı. Hələ ki, bura qədər hesablayaq. 2056'nı 2048 plus 8 mötərizə kvadratı kimi yazıram. 2 üstü 11'in kvadratı plus 2 üstü 11 vur 2 üstü 3 vur 2 plus 2 üstü 3'ün kvadratı kimi yazıram aşağılar. Birinci ədədi götürəcəm 2 üstü 22 bərabərdir. 8'liyə çevirdiyimizə görə 2 üstü 3 üstünü tamamlayıram 22'yə 7 yazaram. Bir də əvvəldən 2 üstü 1.
Bu olacaq uşaqlar. 2 yanında 7 dənə 0. 2, 3, 4, 5, 6 və 7. Sonra keçirəm ikinci ədədə. 2 üstü 11, 3, 14, 15. 2 üstü 3 üstü. Üstünü tamamlayıram 15-ə. Ona görə yazıram elə 5. Bu bir yanda 5 dənə 0 deməkdir. 1, 2, 3, 4, 5. Bir yanda 5 dənə 0. Bir də 2 üstü 6-dır. 2 üstü 3 yazıram. Üstündə 2-yə tamamlayıram uşaqlar. Bu bir yanında 2 dənə 0-dır. 2 dənə 0. Toplamı 0, 0, 1, 0, 0, 1, 0, 2 alınacaq bu ifadə. 16-lıq say sistemindəki təsvirində deyir. Hə, 16-lıq say sistemində uşaqlar. Sıfır simvolların sayı. Sıfır burada simvolların sayı 1, 2, 3, 4, 5. 5 ədəd sıfır simvolunun sayı var. 16-lıq say sistemindəki təsvirində hə. İndi bəli, biraz yəni bir sualı, bir ağır sualı, iki sualın belə deyim, iki ağır sualı bir sualın içərisinə yerləşdiriblər. İndi keçirəm növbəti artıq bu ifadəni, bax burada gördüyümüz ifadəni indi də 16-lıqda ifadə etməyə 222 bərabərdir. Bu səfər 16-lığa çevirəcəm. Mötərizənin içərisinə 2 üstü 4 yazıb 22-yə tamamlayacağım. 5 yazıram. Vur 2 üstü 2. Bu olacaq. Aşağı buranı silim. Deməli, bu olacaq. 4 yanında 1, 2, 3, 4, 5 dənə sual. 5 dənə 0. Sonra digərini 2 üstü 15-dir. Mötərizənin içərisində 2 üstü 4 yazıram. Üstünü 15-ə tamamlayıram. 3, 12, bir əlavədən 2 üstü 3 yazacağım. Bu olacaq 8 yanında 3 dənə 0. 8 yanında 3 dənə 0. Bir də bu 3 üstü 6-nın mötərizənin içərisində 2 üstü 4, qüvvət üstü 1, bir də əlavədən 2 üstü 2. Bu olacaq 4 yanında 1 dənə 0. 0, 4, 0, 8, 0 və 4. Deməli, bu olacaq nə? Uşaqlar 16-lıq say sistemindəki təsvirində sıfırlar, sıfırdan fərqli simvolların sayı 1, 2, 3-dür. Sıfırdan fərqli simvolların sayı ilə deyil, nə qədər çoxdur? 5, 3-dən nə qədər çoxdur? 2 çoxdur uşaqlar. 2 çoxdur. Ona görə doğru cavab A olur. Bu 5 idi, bu da 3-dür. 5 3-dən nə qədər çoxdur? 2 vahid çoxdur. Daha sonra növbəti sualda deyir ki, onluq ifadəsinin qiymətini 8-lik say sistemində ifadə edin. Deməli, uşaqlar, onluq ifadəsinin qiymətini, onluq ifadəsinin qiymətini, onluq ifadəsinin qiymətini sanki ikilikdə olan ədədi çeviriblər onluğa. Yəni necə ki, məsələn 1, 0, 1, 1, 1, 1 belə bir ifadəni üstünə yazırdıq 1, 2, 4, 8, 16, 32. Sonra hansının altında 1 varsa onları toplayırdım. 32 plus 8 plus 4 plus 2 plus 1 yazmırdıq. Yəqin ki, yadınıza gəlir ay uşaqlar. Axı bunu çevirdim onluğa. İndi uşaqlar məndən istəyir ki, bu artıq oldu onluq ədəd. Məndən bu ifadənin qiymətini 8-likdə ifadə eləməyimi istəyir. 8-lik ifadə eləməyimi istəyir. Əvvəlcə onu qeyd eləyək ki, demirik ki, hansının altında 1 varsa onlar toplanılır. Gəlin görək hansının altında 1 var. Bax, bunun altında 1 var imiş ki, toplanılır. Bu 2 üstü 10-dur. 2 üstü 9, 2 üstü 8, 2 üstü 7, 2 üstü 6, 2 üstü 5 yoxdur. 2 üstü 4, 2 üstü 3, 2 üstü 2, 2 üstü 1, aşağılar 1 də 2 üstü 0. Hə, indi bu ifadəni onluğa çevirməyimizə ehtiyac yoxdur. Birbaşa gəlin ikilikdən 8-liyə çevirək. İkilikdən də 8-liyə çevirəndə 1, 2, 3, 4, 5, 4, 5. Biz bilirik ki,
3-3 ayıraraq ədədi tapmaq olar. Yəni heç onluğa çevirməyimizə belə ehtiyac yoxdur. 1, 2, 3, 4, 5, 0, 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5. 3-3 ayırıram. Belə bu formada. Belə. Qabağına da bir dənə tamamlamaq üçün 0 artırıram. Bu ədədimiz olacaq. 3 dənə birim birdə alınır. 1, 2, 4. Bu olacaq 3. Bu olacaq yenə 7. 1, 2. Cavab olacaq 3. 3737 daşlıqlar. Onun üçün cavab olacaq A variantı. Bəli. Daha sonra ifadənin nəticəsini kilobayt ilə müəyyən edilir. 10 megabayt uşaqlar 10 megabayt 8192 bayt 8192 2 13 deməkdir. 213 bayt. Gəlin bu nəyə çevirmək olar? Bunu kilobayta çevirmək olar. 210-a bölmək olar. 203 kilobayt alınır. 10 megabaytın özünü də kilobayta çevirək. Olsun 10240 kilobayt. Və bunu kilobayta çevirdim. Üstünə gəlirəm 8 kilobaytı. Üstünə də gəlirəm 3 kilobaytı. Bir də 222 baytı özünü də çevirsəm 210-a bölsəm kilobayta çevirəcəm. Olacaq burada 212, yəni 4096 kilobayt. 4096. 4096. Deməli, bu olacaq nə? 803, 11, 11 ilə 6-nın 17, 1 yadda, 4, 9, 13, bir də yadda 14, yine 1 yadda, 2, 1 yadda 3, daha sonra burada olacaq 4, burada da olacaq 1. Bəli, 14347, ona görə doğru cavab olar Y variantı. Daha sonra uşaqlar onluq say sistemində verilmiş 8 üstü 6 minus 3 ifadəsinin qiymətinin 8'lik say sisteminə çevrilməsindən alınan ədədin ilk və son rəqəminin cəmi 8'lik say sistemindədir. İfadə eləyin. Bax, onluq say sistemində verilmiş bu ifadənin qiymətini 8'liyə çevirək. Yenə eyni tipli və bayaq işlədiyimiz suallarda 8 üstü 6'nı yazaq. 2 üstü 3 üstü 6 şəklində. 8'liyə çevirəndə zaten bu ifadə bir yanında 1, 2, 3, 4, 5, 6 dənə 0 deməkdir. Mən bundan ifadəni 3'ü çıxmış olsam, 8'likdə çıxıram ha, uşaqlar. 8'likdə 3 çıxsam əgər, alınan ədədin ilk və son 8'lik say sistemini ifadə edeyim. Bax, alınan ədədin ilk və son rəqəmlərinin cəmini. Bax, 0'dan 3 çıxmaq olmur. Buradan bir dənə 8'lik götürürəm. 8'dən 3 çıxıram, alınır 5. Burada qalacaq 7, 7, 7, 7 və 7 uşaqlar. Mənə nə deyir? Deyir ki, ilk və son rəqəminin cəmini. İlk rəqəmi 7'dir, son rəqəmi isə 5'dir. 7 ilə 5 toplayıram, alınır 12. Mənə maraqlıdır ki, bunları mən 7 ilə 5 8'likdə toplayıram, yoxsa onluq rəqəm kimi toplayıram. 8'lik say sisteminin çevrilməsindən alınan ilk və son. 7 ilə 5 topladım, 12 alındı. 8'liyə çevirirəm. Bir dəfə 8, 4. Bəli, cavab olacaq 1, 4. Əgər 7 ilə 5'ə uşaqlar 8'likdə toplamış olsaydım 12, 12 8'lik say sistemində yoxdur deyə çıxardım, 4 alınardı, yaddaşı. Hə, qabaqda. Bəli, elə zaten 1, 4 olur. Bəli, uşaqlar. Yəni, elə 8'likdə də toplamış olsam, yenə də 1 ilə 4 olacaq. Doğru cavab olur C variantı. Növbəti sual. 256 bir rəng çalarlı palitrada minimal bit sayı ilə kodlaşdırılan qrafik təsvir piksellərinin piksel sayını saxlamaqla deyir. 64 rəng çalarlı
palitrada minimal bit sayı kodlaşdırılan zaman həcmi 2 megabayt azalarsa qrafik təsvirin piksellərinin sayını müəyyən edir uşaqlar. 256 rəng çalarında bir nöqtəyə düşən rəngin yaddaşı 8 bit olur. Kodlaşdırılan qrafik təsvir piksel sayını saxlayır, dəyişmir. Yəni burada da n vurulsun 8 bitdir. Digərində də n vurulsun. Orada artıq 64 rəng çalardı deyə məsələyə gətirib 6 biti yazırıq. Minimal bit sayı ilə kodlaşılan zaman həcmi 2 megabayt. Yenə eyni tipli məsələlərdən görün nə qədərdir. Burada da yenə həcmi 2 megabayt azaldı. Əvvəlcə həcmi h idisə, sonra da həcmi h-2 olarsa, gəlin buradakı əvvəlcə h-ı tapaq tənasübdən. 8h çıxılsın 16 bərabərdir 6h. 2h bərabərdir 16. H da bərabər olacaq 8 megabayt. Əvvəlki həcmimiz olub 8 megabayt, sonraki həcmimiz olub 6 megabayt. Qrafik təsvirlərdəki piksellərin sayı. Ya bu məsələdə gətirib, bu düsturda gətirib h-ı yerinə qoyuruq, ya da bu düsturda fərqi yoxdur, zaten piksel sayı dəyişmir. Buna görə n vurulsun 8 bit bərabərdir aldığım həcmi gətirib yerinə qoyuram. Vurulsun 2 üstü 23 bərabərliyin sol tərəfi bitdi deyə sağda bitə çevirdim. n vur n bərabərdir 8 vur 2 üstü 23'ü bölürəm 8'ə. 8'lər gedər. n vur n'imiz qalar 2 üstü 23. Arkadaşlar. Baxıram bura 4090 bu 12 2 üstü 24'tü. Bu 2 üstü 10 2 üstü 13 2 üstü 23'tü uşaqlar. Üstü 9 2 üstü 13 2 üstü 24'tü. Bu da 2 üstü 11, 2 üstü 10, 2 üstü 21'dir. Doğru cevap olacaq C variantı. Ya C variantı 2 üstü 20 çekmiş olur. Unicode standartında yazılmış 256 səhifəlik kitabın orta hesabla hər səhifəsində 40 sətir var. Bax, 256 dənə səhifə var. Hər səhifəsində 40 sətir var. İnformasiya həcmi 400 kilobaytdır. Bir səhifədəki simvolların sayını, simvol sayını soruşur. Simvol sayını soruşur və Unicode-da kodlaşdırılıb uşaqlar. Bərabər eləyirəm 400 kilobayta. Bərabərliyin sol tərəfi baytdır deyə sağı da bayta çevirəcəm. 2 üstü 10'a vururam. Buradakı simvol sayı bərabər olar 400 vur 2 üstü 10 bölünsün 40 vur 2 üstü 8 vur 2'ye. Bunlar ixtisar gedib burada 10 qalar. Üstü 9'dur bu. Burada qalar 2. Cevap dolar 20. Səhifədəki, bir səhifədəki simvollarımızın sayı uşaqlar olar 20. Neçə saniyə? Yəni uşaqlar cavab olacaq 20. İkilik təsvirində 0 və 1 simvollarının sayına bərabər olan onluq ədədlər. Simvolların sayı bərabər olan bir onluq ədədlərin sayını müəyyən edin. Onluq ədədləri müəyyən edin. Üzr sayın. 41'i təbii ki, ədədlərin hər birini ikiliyə çevirirəm. 1, 2, 4, 8, 16, 32, 41'i almaq üçün 32'dən, 8'dən, 1'dən istifadə edərəm. Daha sonra 43'ü almaq üçün 1, 2, 4, 8, 16, 32, 42 almaq üçün 32'dən, 8'dən, 2'dən, 1'dən istifadə edərəm. 49'u almaq üçün 1, 2, 4, 8, 16, 32, 32'dən 3'ün 6, 48, 49 istifadə edərəm. Uşaqlar. Bu neçədir? 38, 1, 2, 4, 8, 16, 32, 38'i almaq üçün 32'dən, bir də 4, 36, 38'dən istifadə. Bunlardan istifadə edərəm. 48'i almaq üçün 1, 2, 4, 8, 16, 32,
48 almaq üçün 32 ilə 16-nın 48 alınır. Qalanları hər biri 0. Bir də 51. 1, 2, 4, 8, 16, 32. 32, 16, 48, 48, 2, 50, 51. Qalanları da 0. Hansından istifadə edirəmsə, altından 1 yazıram. Deməli, 0 və 1 simvollarının sayı bərabər olan onluq ədədlərimiz ancaqlar deməli oldu. Bu 41, bu 43, bu 49, biri 41 oldu, biri 49 oldu. Biri nə oldu aşağılar? 49, biri də 38 oldu. Bu da 38, bəli 41, 49, bir də 38. 84. Bəli, 1, 2, 1, 2, sayı bərabər 10-luq ədədlər müəyyən edilir. 48 nə oldu aşağılar? 4 bu deyil. 8 deyil. Bəli, 1, 2, 5 olacaq cavab. Daha sonra 3, 5, 8, 6 rəqəmlərindən də istifadə etməklə yalnız 3 rəqəminin təkrarlana biləcəyi, aşağılar, bax, yalnız 3 rəqəminin təkrarlana biləcəyi o deməkdir ki, digər heç birinin də təkrarlanmadığı. Bax, 3 rəqəminin təkrarlandıqlarını qeyd edəcəm əvvəlcə. Birinci, ikinci mövqedə 3, 3 ola bilər. 355, 335, 338, 335 ola bilər. Sonra onluq və təklik mərtəbəsində ola bilər. 533, 833, 633 ola bilər. Növbəti 3 belə deyim, bir yüzlük, bir təklik mərtəbəsində ola bilər. 353, 363, 383 yaza bilərik. Bir də sırf 3-ün təkrarlandığı ədədlər ola bilər. Aşağılar, bax, 10 dənə ədədimiz, 10 ədəd, sırf 3-ün təkrarlandığı ədədlər ola bilər. Bir də aşağılar, başqa heç bir ədədin təkrarlanmadığı, belə deyim, ədədlər ola bilər. Biz bunu bilirdik də, məsəl üçün 3 rəqəmlə də düzəldirdik. Bura yazırdıq 4 dənə, bura 3 dənə, burada 2 dənə yazırdıq. Yəni, eyni qayda ilə aşağılar bu səfər mən heç bir ədədin, tutaq ki, heç burada yazmayıb, heç bu cümləni yazmayıb, yalnız 3 demir. Deyir ki, heç rəqəmləri təkrarlanmayan neçə müxtəlif 3 rəqəmlərdə düzəltmək olar. Heç məsəl üçün o cümləni heç orada 3-ü görməmisiniz. Rəqəmləri təkrarlanmayan neçə ədəd düzəltmək olar deyəndə biz əvvələ 3, 5, 8, 6 yazırdıq. Sonra 5, 8, 6 yazırdıq. Sonra bir də 8, 6 yazırdıq ki, ehtimal edirik ki, hər dəfə bir iştirak edən növbəti dəfə iştirak eləməsin. Buna görə burada 4 hal olacaq. Burada 3 hal, burada da 2 hal. 4, 3, 12, 12 ilə 2-nin alınır 24. Bax, 24 hal, 24 hal rəqəmləri 3-dən başqa rəqəm, ümumiyyətlə rəqəmləri təkrarlana bilməyən ədədləri qeyd edirik. Bir də yalnız 3-ün təkrarlandığı hallar var. Yalnız 3-ün təkrarlandığı hallar oldu. Heç bir ədədin təkrarlanmadığı hallar da 24-dür. Buna görə ümumi olaraq 34 bizim müxtəlif 3 rəqəmli ədədimiz var aşağılar. Növbəti suala baxaq. Deyir, azalan sıranı müəyyən edin. 2047 baytdır, qalsın bu belə. 1 kilobaytın 1024 baytdır. 32-də 1 megabaytımızın 32-də 1, 32-də 1 megabaytı bayta çevirmiş olsaq, əgər 2/20 alınır da, düzdürmü? Bu da olacaq 220, 205, 215 bayt alınır. Bir də 211 biti bayta çevirmiş olsaq, 2/3-ə bölərəm. Alınar 2/8, yəni 256 bayt. Azalan sıra ilə düzün deyir deyə, ən böyük 3-dür. Daha sonra 2-dir. Sonra yox, sonra 1-dir aşağılar. Sonra 2-dir. Ən sonunda da olacaq 4. 3, 1, 2, 4 ardıcıl ilə
Azalan sıra ilə düzlükdə, düzdürmü? Bəli, 3, 1, 2, 4 olacaq. Növbəti suala baxaq. Deyir, Asus, VivoBook Pro, Intel verir prosesorumuzu. DDR RAM-dır, aşağılar. Sonra 512 GB bu HDD-imizdir. Bu HDD-dir. Bu RAM-ı göstərir. DDR isə RAM-dır, aşağılar. E, ekran düyümünün ölçüsü, ekran düyümünün ölçüsü, video yaddaşının ölçüsü. Deməli, video yaddaşının ölçüsü, ekran düyümünün ölçüsü. Bu da aşağılar düyüm olarak verir burada. 16'nı. Buna 16 verir. Ekran düyümünün ölçüsü. 1'i verir. 16. Aşağılar. E, video yaddaşın ölçüsünü de baxın RTX 4098 GB. Bu RAM-dır. Bu xarici yaddaş qurulusudur. Bu da video kartın həcmidir. 8 GB. 4096. Qalan yuxarıda belə deyim, prosesoru göstərir. Yəni A deyil. Sonra aşağılar 32 DDR-dir. 12 zaten 12 GB yoxdur. 4090 deyil. Qeyd aşağılar. Bəli. 2 olacaq 8, 1-ə də olacaq 16. 2 olacaq aşağılar. Deməli nə oldu? C 16. 1 olacaq C, 2-yə də olacaq D. Bəli. Olacaq belə. Növbəti suala baxaq. Bir onluq say sistemində verilmiş 8196 96 kvadrat 136 ifadəsini 8'lik deyir say sistemində təsvir edin. Gəlin təsvir edin. Yenə həmin say sisteminin sualındandır. Deməli, onluq say sistemində verilmiş 8096 8196 kvadratı. Bizim aşağılar 2 üstü 13'ümüz 8100 2 üstü 1024'ü vurmuşduq 8'ə 8192. Bax 8192 ilə 4'ün cəmidir bu ifadə. Mən də cəm formasında yazıram. Hər ikisi 2'nin qüvvətini gələ biləsə ədəddir və 8192 2 üstü 13'dür. Yenə müxtəsər vurma düsturu ilə açıram. A plus B-nin mötərizə kvadrat formasında 2 üstü 13 üstü 2 plus 2 üstü 13 vur 2 üstü 2 vur 2 bir də 2 üstü 2 üstü 2 2 üstü 26 bərabərdir 2 üstü 3 üstünü tamamlayıram 8'ə deməli bir də vuracam 2 üstü 2'yə bu olacaq 4 yanında 1 2 3 4 5 6 7 və 8 növbəti bu vuruğa baxıram bu hasıla baxıram 2 üstü 15 16 bərabərdir 2 üstü 3 üstünü tamamlayıram deməli 5'ə bir də əlavədən 2 üstü 1 yazacağım 16 olsun deyə olacaq 2 yanında 5 dənə 0 1 2 3 4 və 5 bir də 2 bir də 2 üstü 4 var aşağılar bərabərdir 2 üstü 3 üstü 1 yazıram bir də əlavədən 2 üstü 1 yazıram olacaq 2 yanında bir dənə 0 toplasam 0 2 0 0 0 2 0 0 4 və 36 da var aşağılar. 36'nın özünü də ayrılıqda 8'lik say sisteminə çevirsək, 4 dəfə 32, burada qalar 4. 4, 4, 4. Toplasaq 4, 4'dən 2'nin 6, 0, 0, 0, 2, 0, 0, 4 alınır. Bir bu təsvirdəki 0 və 4 simvollarının sayı 1, 2, 3, 4, 5, 6, 7 sayının hasilinin simvollarının sayının
hasilini. Sıfır ve sıfır simvolların, sıfırların sayı bir, 2, 3, 4, 5. 5 tane sıfır var. 2 dənə də 4 var. 4. Bunları vursaq 10 dənə sayının hasilini 10. İkilik say sistemini ifadə edeyim. Onun özünü ikiliyə çevirirəm. Ee, Onun özünü ikiliyə çevirək. 1, 2, 4, 8. 10 almaq üçün 8-dən bir də 2 dənə istifadə edirəm. Digərlərindən istifadə etmərəm. Cavab olacaq 10, 10. Bəli, cavab olacaq 10. Növbəti suala baxaq. Şəkildə N rayonunun yol sxemin qraf şəklindədir, e, göstərilmişdir. Cədvəldə isə bu yolların hər birinin uzunluğu haqqında məlumat verilir. Cədvəldəki nömrələmə qrafdakı adlandırma ilə üst-üstə düşmür. B nöqtəsindən C nöqtəsinə qədər olan yolun uzunluğu D nöqtəsindən G nöqtəsinə qədər olan yolun uzunluğunun cəmi nə qədərdir? Burada 2 ədəd tapmalıyıq biz. Nə deyir? C nöqtəsinə qədər yolun uzunluğu ilə, ondan onun cəmini istəyir bizdən. Deməli, baxaq. A-nın qonşuları, aşağılar, A-nın qonşuları. Biri B-dir, biri T-dir. B-nin qonşuları A, C, T-dir. C-nin qonşuları B, D, B, D, bir də T-dir. Sonra aşağılar D'nin qonşuları C, Y, bir də T'dir. Sonra Y'nin qonşuları D, H, bir də T'dir. H-ın qonşuları isə bir dənə Y'dir, bir də T'dir. Bəli. İndi bir də T var. T'nin qonşuları da A, B, C, D, Y, H-dır. 6 dənə qonşusu olan, deməli 1, 2, 3, 4, 5, 6, M5-dir. Bu T'dir. M5-imiz bizim T'dir. Bunu bildik. Daha sonra uşaqlar BT, YT. BT, YT. B ilə qonşu olan uşaqlar. B ilə qonşu olan. B-dən G-yə qədər istəyir. B ilə qonşu olanlarımız bir A-dır, bir də C-dir. Bir A-dır, bir də C-dir. A ilə qonşu olanımız uşaqlar. A ilə B ilə deməli B ilə qonşu olanımız, B ilə qonşu olanımız 2 dənədir. B ilə qonşu olanımız 2 dənədir. Biri ikilidir. Bax, B ilə qonşu olanımız 2 dənədir. Birin 2 qonşusu var, hətta birin 3. Biri 3, biri 3, biri də 2. Yəni bir ehtimal bura bunu işarələyəcəm, bir də bunu. Deməli, yox, bu deyil. Bu deyil. Birin 3 qonşusu var, birin 2. Bax, bu M7, bir də M1. B ilə qonşu olanımız, biri A'dır, biri C'dir. AC. Yox, bu da T'dir. Bu da T'dir. Bu da T'dir, bu deyil. T hamısı ilə qonşudur. Biri ikili olmalıdır. Biri üçlü. M2 olabilir. M2, biri də M6. M2 ilə M6 aşıqlar. Yox, M1 ilə M6. M1 ilə M6. M1 ilə M6. Deməli, M1 ilə M6. Bunlardan biri B ola, bunlardan biri A ola bilər.
Bir də C ola bilər. Bir də aşağılar ikili qonşularımıza baxıram. İkili qonşularımız, ikili qonşularımızın AH-dır. Baş tərəfin içindən aşağılar. BHT. Deməli, əgər bu M1 məndən nə istəyir? B nöqtəsindən C nöqtəsinə qədər yolun uzunluğu ilə deyir. B nöqtəsindən C nöqtəsinə qədər yolun uzunluğu. Buna götürmüşük biz AC. C-ni götürsək əgər M6, M6, əgər bunu M6 götürsək, bunu da A götürmüş olsaq, e, götürmüş olsaq, digər H-la, digər H ilə Y-yə baxacağım, bunlara baxacağım. Burada da yox, H-la ortaq olan bu deyil. H-ların hiçbirinin H-la ortağı yoxdur. Bəli, bunlardan biri A-dır, biri C-dir. C3'dür, bəli, M7, bu C olsun. M1'də A olmuş olsun. A'nın qonşularından biri T'dirsə, biri də B'dir. Bu M2 onda B olacaq. C'nin qonşularından M6. Bu B M2'dir. Bu M5 T'dir. Bu da aşağılar. Bu da nə olur? Bu dəqiqə C'ni bura. Onda M7 də olacaq D. Bəli, burada olacaq D. Bizdə qaldı Y ilə H. Y ilə H. Y'nin qonşuları üçlüdür, aşağılar. Y'nin qonşuları üçlüdür. M4'ün qonşuları üçlüdür. Üçlü. Amma M3, bəli, M3 burada H olacaq. Bu da Y olacaq. Bu M3 H olacaq. H olacaq. M3'ün qonşuları. Bəli, bu da olacaq Y. İndi baxaq. Məndən nə istəyir? B nöqtəsindən C nöqtəsinə qədər yolu. B nöqtəsindən, burada da B var. B nöqtəsindən C nöqtəsinə qədər olan yol 13'dür. D nöqtəsindən, D haradır? M7. D nöqtəsindən Y nöqtəsinə qədər olan yolun uzunluğu da 7'dir. Bunların bizdən cəmini istəyir. 89 nömrəli sual. Bəli, bunların hər ikisinin cəmi olacaq 20. Biraz, yəni biraz yox, bayağı bir beyin yoran sualdır. Mən qəbul edirəm. Amma işləmişik, yəni bu tipdə suallar var. Həm Koderada var, həm də topluda var. Baxaq sonuncu suala, 90 nömrəli suala. Dil Unicode kodlaşdırma sistemində informasiya həcmi 29 megabayt olan sənəddə mətn informasiya ilə yanaşı 5 ədəd 1 megabaytlıq qrafik təsvir var. Bu sənədi simvol sayını dəyişmədən 64 simvollu minimal əlifba ilə kodlaşdırdıqda həcmi neçə megabayt azalır? Deməli, buradakı Unicode kodlaşdırmaq, yəni 2 baytlıq kodlaşdırma ilə informasiyanın həcmi 29 megabaytdır. 29 megabayt. Mətn informasiya ilə yanaşı 5 ədəd 1 megabaytlıq qrafik təsvir var. Hə, sənəddə mətn informasiya ilə yanaşı 5 ədəd 1 megabaytlıq, yəni 5 megabaytlıqda rəsm var. Bu sənədi simvol sayını dəyişmədən bu sənədi şəklin nəyə ehtiyac var? Yəni bu sənədi simvol sayını dəyişmədən 64 simvollu minimal əlifba ilə kodlaşdırdıqda həcmi neçə megabayt azalar? 64 simvollu əlifbada əgər 16 bitə bizim həcmimizin, mətnimizin həcmi 29 megabaytdırsa, onda aşağılar 64 simvollu əlifbadır. Yəni 6 bitdəki həcmimiz nə qədər olar? 6 vur 29 böl 16 böl 16.
Bu niyə belə alınır? 6 bitlikdə. Yanaşı 5 ədəd megabaytlıq təsvir və həcmi sənəddə. Hə, o həb aydın oldu. Deməli də uşaqlar, bu 29-un üstünə 5 gəlmir. 29-un içərisindədir. 5 belə deyim, megabaytlıq qrafik təsvir. Onda belə çıxır ki, 29-dan çıxsaq 5-i qalacaq 24 megabaytlıq bizim mətn informasiyamız. İndi bax bu tənasübdən gələk tapaq. 8-ə bölsək burada 2 qalar, burada isə 3 qalar. 2 ilə 6 ixtisar aparıram. Bu da olacaq 9 megabayt. Deməli, belə deyim, 6 bitlik 64 simvol əlifba ilə kodlaşdırdıqda həcmi olacaq 9 megabayt. Əvvəlki həcmi də 24 idi. 24 çıxılsın 9, bu da eləyəcək 15 megabayt. Cavab olacaq 15 megabayt aşağı. Belə, ümid edirəm ki, başa düşmədiyiniz sual olmadı. Yenə nə isə bilməsəz, nəsə aydın olmasa, yazarsınız, soruşarsınız. Çalışaram ki, izah edeyim yenidən. Sağ olun uşaqlar. Növbəti dərsə qədər.